Hmm. Deməli, qaldığımız yerdən davam edirik. Öyrəndik ki, deməli, haqqında danışacağımız isə viruslardır. Ümumiyyətlə, çaşdırıcı suallar qoyurlar. Məsələn, viruslarda aşağıdakılardan hansı var, hansı yoxdur? Yəni bir şeyi anlayaq ki, viruslarda hüceyrəvi quruluş yoxdur və hüceyrəvi quruluş yoxdursa, təbii ki, hüceyrəyə aid olan hər hansı bir orqanoid də yoxdur. Məsəl üçün, deyir ki, viruslarda tutaq ki, ribosom harda yerləşir? Variantlar qoyur. Sərbəst halda sitoplazmada, nə bilim, mitoxondri içində. Yəni, bu hamısı çaşdırıcı variantlardır. Təbii ki, ribosomu yoxdur. Virus nədən ibarətdir? Bunun haqqında danışacağıq. Bu gördüyümüz, məsəl üçün, mən sənə keçən səfər belə bir sual vermişdim məncə. Hepatit C virusunun quruluşu vermişdim, yoxsa yox? Bəli, vermişdiniz. Aha. Gördüyümüz lipid qatı var. Sonra xaricdə ən birinci gəlir zülal, sonra lipid, sonra bu yenə zülaldır, sonra gəlir RNT. Belə yadda saxla ki, kitabda şəkilləri olan virusların hamısı RNT tərkibli virusdur. 2 dənə virus veriblər. Hepatit C, bir də tütün mozaikası. O isə yalnız ibarətdir RNT-dən və zülal örtük kapsiddən. Və virus latınca zəhər deməkdir və 1892-ci ildə İvanovski tərəfindən kəşf edilib. Həyatın hüceyrəsiz formasıdır və hüceyrə daxili parazitdir. Yəni viruslar xaricdə, kənarda yaşayıb çoxala bilmir. Onlar kənarda sanki kristal şəklində olurlar və hüceyrəyə daxil olduğu zaman canlıya məxsus olan xüsusiyyətləri göstərə bilirlər. Ona görə hüceyrəyə daxil olduqdan sonra belə canlıya məxsus xüsusiyyətləri göstərə bildikləri üçün biz onlara canlılar deyirik. Və bəzi alimlərə görə cansız hesab edirlər, amma biz canlı deyəcəyik. Ona görə deyirik ki, əksəriyyət canlılar hüceyrələrdən təşkil olunub. Çünki bütün canlı desək, virus da ora daxil olmuş olur və yalnız elektron mikroskopunda görünür, yəni çox kiçikdir ölçüləri. Bunların tərkibi DNT-dən və ya RNT-dən ikisindən biri olur və onları əhatə edən qoruyucu zülal örtükdən, yəni kapsiddən ibarətdir. Baxaq bura. Bu köhnə dərsliklərdə olan, güvəndə də bildiyim qədərilə olmalıdır. Bakteriyofaq virusunun quruluşudur. Bakteriyofaq adlanır, amma virusdur. İbarətdir başçıqdan. Başçıq hissədə var zülal örtük, yəni kapsid, DNT-si var. Bu hissə, buradan bura qədər hissə quyruqdur. Bu da quyruğun çıxıntısıdır. Bakteriyofaq virusu birinci gəlir quyruq çıxıntısından birləşir bakteriya hüceyrəsinə və bu kanal, quyruğun içində olan kanalla öz DNT-sini bakteriya hüceyrəsinin içinə yeridir. Sonra isə artıq bakteriya hüceyrəsinin içində bu virusun nəyi var? DNT-si var. İndi biz bilirik ki, həmin o bakteriyanın özünün də içində DNT-si var. Bu DNT-nin, yəni bu DNT-nin kodundan təbii ki, bakteriyanınki fərqlidir də, düzdürmü? Bəli, Bunun koduna uyğun bakteriyanın ribosomları zülal sintez edir. Həmin bu DNT özünü ikiləşdirir, yəni reduplikasiya edir. Tutaq ki, bu DNT-dən 15 dənə DNT əmələ gəldi. Hər DNT-yə də uyğun oradakı bakteriyadakı ribosom zülal sintez edib bunu örtəndə üstünü. Artıq içəridə bakteriyanın içində növbəti bakteriyafag virusu neyləmiş olur? Əmələ gəlmiş olur. Düzdürmü? Həmin bəli, Həmin o bakteriyafag virusu içəridə o qədər çoxalır ki, həmin o bakteriya hüceyrəsini dağıdır, məhv eləyir. Ona görə də deyirik ki, bakteriyafag virusundan biz deməli bakterial xəstəliklərin müalicəsində istifadə edə bilərik. Ki, bakteriya hüceyrəsinə daxil olsun və o bakteriya hüceyrəsini məhv eləsin. Aydındır? bəli. Hə, bir də sənin icazəni istəmədən eləmək istəmədim. Deməli, mən bu videoları kayd eləyirəm. Deməli, bizim abituriyentlərlə dərsimizdə giriş və sitologiya mövzusunu başqa bir proqramda çəkmişdim. Oradakı elə bir səs çox zəif çıxırdı. Uşaqlar dedi ki, müəllim, o videonu yenidən çəksəz atarsınız da. Bundan əvvəlki videoda sən özün də baxanda görmüşdün yəqin ki, burada şəklin kameran açıq idi da, görünürdü. Amma indi hal-hazırda Hı hı. görünmür, görürsən.
Yəni mənim üçün fərq etməz ha, yəni heç bir problem yoxdur. Mən onlara başqa videoda ata bilərəm. Yəni onu atmağımda sıxıntı varsa atmayım. Yox, atmağımda sıxıntı yoxdursa ata bilərəm. Yox, problem yoxdur. Narahat olmayın. Hı. Tamam. Yaxşı. Deməli, bunlar önəmli deyil. Bunlar düşməyəcək sizə. RNT tərkibli viruslar, DNT tərkibli viruslar. Kitabınızda nə var? Ondan kənar heç nə düşmür. Hətta retrovirusları da MİQ üçün qeyd etmişdim. Yəni ona görə bunlara diqqət eləmirik. Keçirik növbəti hissəmizə. Deməli deyəcəyik ki, insanın virus xəstəlikləri ilə yoluxma yolları nə deməkdir? İnsanlar müxtəlif şəkildə virus xəstəliklərinə yoluxa bilirlər. Bu müxtəlif hallarda baş verə bilər. Məsələn, biz tutaq ki, su içdik və yaxud da qida qəbul etdik. Həmin o suyun qidanın tərkibində əgər hepatit A virusu varsa, yəni burada keyfiyyətsiz qida dediyim həmin o virusla çirklənmiş qidadan və yaxud da sudan söhbət gedir. Həmin o hepatit A virusuna biz yoluxa bilirik. Və qan vasitəsilə yoluxan viruslar var. Hepatit B-dir, quduculuqdur, immun çatışmazlığıdır. İmmun çatışmazlığı virusu insanda İİV yazılır. İnsanda immun çatışmazlığı virusu. İmmun çatışmazlığı virusunun insanda törətdiyi xəstəlik QİTS-dir. Yəni qazanılmış immunitet çatışmazlığı sindromudur. Yəni virusun əsl adı immun çatışmazlığı virusudur. İnsanda QİTS-i törədir və hava damcı ilə yoluxma var. Məsəl üçün qrip bizə hava damcı yolundan yoluxur. Hava damcı ilə yoluxma nə deməkdir? Yəni tutaq ki, sən və yaxud da mən qripik. Biz ağzımızı askırdığımız, öskürdüyümüz zaman ağzımızı tutmarıqsa, ətrafa o ağız və burun boşluğumuzdan çıxan selik hissəcikləri düşür və hava ilə ətrafa yayıla bilir. Nəfəs alınan insanların ağciyərlərinə, tənəffüs yollarına daxil ola bilir. Həmçinin damcılar şəklində daxil ola bilir. Bu şəkildə yoluxma baş verir və tənəffüs yollarını zədələyir. Çiçək xəstəliyi zamanı da hava damcı yolundan yayılma baş verir və çiçək xəstəliyi zamanı tək tənəffüs yolları deyil, həm də deməli dəri zədələnir. Bunu bilməliyik. Sonra polimelit. Polimelitə gəlincə polimelit müxtəlif yollarla yoluxa bilər. Məsələn, bir insan polimelitdir. O insanın nədisinə əgər milçək qonarsa, həmin sağlam insanın gəlib qidasının üstünə qonarsa, insan onu yeyərsə, nəticədə polimelitə yoluxa bilir. Polimelitin ikinci adı uşaq iflicidir. Polimelit zamanı hərəki onurğa beyninin hərəki neyronları da nə edə bilir? Zədələnə bilir. E, Orada kitablarımızda bunlarla bağlı məlumatlar var. İndi məlumatı mən sənə bir dənə deyim kitabından səhifəsindən bax. Bizə dəqiqə. Dərslikdən yoxsa güvəndən? Yox, dərslikdən. 9-cu sinif dərsliyini aç, zəhmət olmasa. Bəli. Dən qoy səhifəsinə baxım deyim. Deməli orada paragraf 10. Paragraf 10. Səhifə 43. Bəli. Aha. Paragraf 10 səhifə 43-də bax, indi bax, qrip olan hissədən bax. Qrip xəstəliyinin törədicisi qrip virusudur, gördün? Deməli, qrip xəstəliyi, gördün oranı? Hepatit B-nin böhründə. Bəli. Gördüm. Qrip xəstəliyi hansı orqanlar sistemini zədələyir desə, tənəffüs yollarını zədələyir. Düzdür? Bəli. Burada tənəffüs yollarını yazıb, bir də sinir sistemində qrip sinir sisteminə təsir edir, onu da zədələyir. Sonra məsəl üçün çiçəklə bağlı həmin abzasda sonuncu cümləyə bax. Çiçəklə yoluxma zamanı əvvəl tənəffüs yolları, sonra dəri zədələnir. Deməli, burada da iki örtük sistemi, bir də tənəffüs sistemi zədələnir. Qızılca damcı infeksiyasıdır. Bu xəstəlik zamanı deməli, ağız boşluğundan bronxlara qədər olan bütün tənəffüs yolları, deməli, tənəffüs yolları zədələnir 1, dəri zədələnir 2 və bağırsaq zədələnir 3. Deməli, qızılca zamanı tənəffüs yolları, yəni tənəffüs sistemi, həzm sistemi və
örtük sistemi zədələnir. Bu şeylərə diqqətli olaq, yaxşı. Sonra Bəli. polimelit zamanında udlaq və bağırsaq da zədələndiyi üçün polimelit zamanı əsasən udlaq bağırsaq zədələnir. Bəzən onurğa beyninin hər iki neyronları zədələnir. Yəni udlaqla bağırsaq dediyi zaman həzm sistemidir. Digər onurğa beyin dediyi zaman da sinir sistemidir. Bunlara ə, dedim ki, dərsliyə əsasən diqqət eləyərsən. Sonra müxtəlif orqanların virus xəstəliklərinə gəlincə, deməli, dərinin virus xəstəlikləri var. Bunlara dəmrovlar, ekzemanı misal deyə bilərik. Dəmrovla bağlı dərsliyimizdə məlumat var. Bir də bu yəqin ki, sizdə də müəlliməniz belə bir şey eləyir. E, Mövzular oradan buradan səpələnmiş şəkildədir. Məsəl üçün, histologiyaya aid olan virus həm 9-da var, həm 10-da var. O şəkildə mən sənə həm 9-dan, həm 10-dan paraqraf verəcəm, amma bu hər zaman belə olmur. Sonra, Dəmrovla bağlı məlumat var ki, Dəmrov xəstəliyi zamanı gələcəkdə öyrənəcəyik ki, dərinin üzəri sanki belə deyim, muma bənzər bir örtüyü alır və ekzema da dəri xəstəliyidir. Bunların əlamətlərini soruşmur bizdən. Qaraciyərin virus xəstəliklərinə gəldik. Hepatit A, B, C. Bunlar hamısı qaraciyər hüceyrələrinin nekroza uğradır. Nekroz nə deməkdir? Qurumaya səbəb olur. Qaraciyər hüceyrələri quruyur və nəticədə qaraciyər bilirik 100-dən çox funksiyası olan orqandır. Qaraciyər hüceyrələrinin məhvi də insanın ölümünlə nəticələnir. Ya qaraciyər transplantasiyası olur, ya da ki, ölümlə nəticələnir. Tənəffüs yollarının virus xəstəliklərinə bayaq dediyimiz qripdir, zökəmdir, COVID-19-dur. Bunlar haqqında məlumatımız var. Antroponoz, zooantroponoz nədir? Bunu da deyək. Antroponoz yalnız insanların tutula biləcəyi xəstəlikdir. Məsələn, poliomelitdir, qızılcadır bunlar. Bir də heyvanlardan insana keçə biləcək xəstəliklər var. Quduzluqdur, quş qripidir və s. Məsəl üçün deyirəm, biz məsələn, bruselyoza yoluxmuş heyvan ətini yesək və yaxud da pendirindən istifadə etsək, bizə bruselyoz yoluxur. Bu amma şey deyil də, yəni virus xəstəliyi deyil. Bilirsən ki, bruselyozu nə törədir? Bakteriyalar. Bilirdin də yəqin ki. Bəli. Hı. Virus xəstəliklərinin profilaktika. Profilaktika nədir? Müalicə. Yox. Profilaktika önləyici tədbir. Önləyici tədbir. Məsələn, deyək ki, hər hansı bir halın baş verməməsi üçün profilaktika işləri həyata keçirilir. E, Bilsən necə? Məsəl üçün olubdur ki, sən telefonunda bir proqrama girmək istəmirsən, yazıb ki, profilaktika işləri ilə əlaqədar sistem 1 saat işləməyəcək. Bəli. Məsələn, elə bir şeydir də, yəni önləyici tədbirlər görürlər. Orada tədbirlər gedir. Vaksinləşdirmə, kimyəvi terapiya, interferon. Vaksinləşdirmə nədir? Vaksin bizim peyvənd dediyimizdir. Vaksin də deyə bilərsiniz. Və onu bizim bədənimizə vuranda bizim vaksin nədir birinci onu deyək. Orqanizmə daxil edilən vaksin hər hansı bir virusun və yaxud da hər hansı bir xəstəliyi törədən canlının zəiflədilmiş formasının bizim bədənə daxil edilməsidir. Və biz həmin o e, vaksin bizim bədənimizə daxil edildiyi zaman bizim bədənimizə sanki kənardan bir gen daxil olmuş olur. Yəni antigen daxil olur. Bizim bədənimizdə həmin antigenə qarşı nə yaranır? Antitel yaranır və bizim bədənimizdə o mikroblara qarşı fəal immunitet yaranır. İndi belə bir şey deyim. Bəzi adamlar var, Covid vaxtı gedirdi həkimə. Həkim deyirdi ki, peyvənd vurulmalıdır. Peyvənd vurulurdu və həmin adam evə gəlirdi, başlayırdı ağrımağa. Səbəbi nədir? Çünki onun bədəninə xumar nə vurmuşdular? Peyvənd. Antigenlər. Yəni virusun özü zəiflədilmiş forması vurulur. Və nəticədə o həmin xəstəlik yüngül formada da olsa nə etməlidir? Keçirtməlidir ki, onun bədənində ona qarşı antitel yaransın. Vaksini və yaxud da peyvəndi xəstəliyə tutulmamışdan öncə vururlar. Biz gələcəkdə, bəlkə də keçmişsiniz sizdə, gələcəkdə öyrənəcəyik ki, bir də var serum, zərdab. Bunu isə xəstəliyə tutulduqdan sonra vururlar. Məsələn, Hazır antigenlərdir bu. bəli, bu hazır antitellərdir. Vururlar ki, misal üçün xəstə çox ağır keçirtməsində onun qanına hazır antitellər vursunlar, o da rahat olsun. Anlaşıldı? Bəli. Sonra
Sonra davam eləyirik. Kimyəvi terapiya. Bu üsul kimyəvi preparatların viruslara təsirinə əsaslanır. Nə deməkdir? Məsələn, tutaq ki, bunu bir sıra xəstəliklərdə eləyirlər. Məsələn, xərçəng xəstələrində də bunu kimyəvi terapiya üsulundan istifadə eləyirlər. Bədənlərinə zəhərli dərmanlar vururlar. Həmin o zəhərli dərman qana sorulur. Qanla bədənin bütün hüceyrələrinə gətirilir də. Yəni sən o dərmana hansısa bir komanda verməmsən ki, filan hüceyrəyə get, filan hüceyrəyə getmə. Nəticədə o bütün hüceyrələrə gedir və o sağlam hüceyrələrin də içərisində maddələr mübadiləsi prosesini pozur. Hətta xəstə olan hüceyrələrin içində olan orqanoidlərin belə funksiyasını pozur. Ona əsasən çox da faydalı bir üsul deyil. Üçüncü interferondur. Hüceyrə tərəfindən virusun təsirinə qarşı sintez olunan qoruyucu zülaldır. Bu zülalları məsələn maddələrin adını verir. Deyir bunlardan hansı polipeptiddir və ya peptid rabitəsi vardır. Məsələn interferon zülaldır. Zülaldırsa mütləq nədir? Polipeptiddir. Çünki peptid rabitələr olur zülalda. Və həmin o interferon adlı zülal kimin hüceyrəsində daha çox sintez olunursa, həmin insanın immuniteti daha yüksək olur və onun hüceyrəsinə daxil olan virusun çoxalması daha çox qarşısı alınır. Məsələn, sən və yaxud da hər hansı bir adam fərq etməz. Eyni yerdə tutaq ki, eyni qalınlıqda geyindiyi halda biri xəstələnir, biri xəstələnmir. Birinin xəstələnməmə səbəbi budur ki, interferon daha çox ifraz olunur onun bədənində. Nəticədə virus daxil olsa belə o immuniteti yüksək olduğu üçün həmin insanda xəstələnmə ehtimalı olmur. Və burada ən çox çaşdırıcı məqam nədir? Burada mən qeyd etmişəm. Louis Pasteur 1885-ci ildə quduzluq virusuna qarşı vaksin peyvənd kəşf eləyibdi. Bu ilk dəfə peyvəndi kəşf eləyən anlamına gəlmir. Çünki bəlkə də sənin də yadındadır, çiçək xəstəliyinə qarşı virusu yadındadırsa 8-ci sinif kitabında çiçək xəstəliyinə qarşı virusu peyvəndi kəşf eləyən alim var. Həmin o alim isə nə edibdi? Deməli inəyin süd vəsindən kəsibdi. Oradan süd vəsindən şpritslə mayeni götürüb uşağın dərisinin altına vurubdu. Nəticədə uşağı süni çiçək xəstəliyinə yoluxdurubdu. Yəni bu o anlama gəlmir ki, ilk dəfə Louis Pasteur bu işi görüb. Anlaşıldı? Bəli. Sonra sonra deməli, deməli, mən sənə tapşırıqları deyirəm, qeyd edirsən özündə. Hı hı. Deməli, hmm, Güvən test bankından Güvən test bankından ə, Hı hı. və test toplusu ikinci hissədən sitologiya və viruslara aid olan bütün testləri işləyəcəksən bu öz yerində. Ən birinci bunları işləyəcəksən. Hı Bunlar hı. bunlar yekunlaşarsa, əgər yekunlaşarsa, işləyəcəksən timdən sitologiyanı. Yəni dolayısıyla minimum ikisindən işləməlisən. Oldu. Bəli. Bir də mən sənə paraqrafları inşallah göndərəcəm ki, hansı sənin əslində yanında varsa, oradan da deyə bilərəm. 9-cu sinif kitabı var idi də yanında. Bəli. Orada viruslar neçənci paraqrafdır? Ən son hansı paraqraf keçmişdi? Hüceyrə strukturları idi də, düzdür deyəsən. 9-cu paragraf. 1, 2, 9-u vermişdiniz. Ya, mən sənə deyirəm, onu da qeyd eləyirsən. 9-cu sinifdən deməli paraqraf 10, 9-10, 9-u vermişdim elə. Bəli. 9-cu sinifdən paraqraf 10-11, 9-cu sinifdən paraqraf 10-11, Bəli. 10-cu sinifdən də 10-cu sinifdən də paraqraf 3, səhifə 95. Bilirsən də niyə Hı bunu? hı.
Paragraf 3 səhifə 95. Çünki o dərslikdə 10-cu sinifdə hər bölmə bitir, paragraf yenidən başlayır. Başa düşdün? Bəli. Hə. Bunları oxuyursan, testlərini yazırsan, inşallah həftənin 5-ci günü eyni saatda qoşuluruq dərsə. Bir də özün yoxlayarsan da təbii ki arxasından. Yaxşımı? Ta burada cavabları deyib vaxt. Yaxşı. Timin də cavabları var səndə. Olmalıdır, baxaram. Yoxdursa Mənə deyərsən, istəyərəm sizdən. axtaracam. Yaxşı. Oldu. Mən bu dərsi də bundan əvvəlki dərsdə göndərəcəm sənə. Görüşərik inşallah. Sağ ol, gecən xeyrə. Oldu, sağ olun.